Salam değerli izleyiciler, hər birinizi kanalımda xoş gördüm. Bugünkü mövzumuz səhifə 7-də yerləşən dəyişən olan ifadələrdir və onlara aid məsələ və misallardır. Bu tip videoların davamını izləmək üçün kanalıma da abunə ola bilərsiniz. Başlayırıq. Araşdırma və müzakirə hissəsinə. Deməli, 10 yeşiyin hər birində eyni sayda qutularda alma işləsi var. 9 yeşik tam, 10-cu yeşikdə isə 3 qutu satıldı. Deməli, şahidçilər eyni sayda qutular, yəni 10 dənə bu qutudan var, 10 dənə. Amma içində nə qədər olduğunu bilmirik. Məsələn, içində 2 ədəd olsaydı onu vurardıq, 2 elə deyilmi? İndi bizdə 10-cu yeşik yarım çıxdı deyə 9 yeşikdən götürürük tam olaraq. 9 tamdır, amma bilmirik də nə qədərdir, eyni olsun. 10-cu yeşikdə isə 3 qutu satıldı və bunun da üzərinə gəlirik 3 qutu. Bu ümumi bizim qutularımızdır. 10 yeşiyin hər birində yerləşən qutuların riyazi ifadə halına salmış formasıdır. Sonra satışdan daxil olan məbləği riyazi ifadə ilə necə yazmaq olar? Biz bunu yazdıq. Hər yeşikdə 8 qutu olarsa, 8 qutu olarsa n-in yerinə 8 qoyuruq, 9 vururuq 8-ə, üzərinə də 3 gəlirik, bərabər edir 75. Öyrənmə hissəsinə baxırıq. Sözlə verilən ifadələrin riyazi simvollarla yazılması. Məsələn, 5 ilə A-nın cəmi. Cəm deyirsə toplayacaq, fərq deyirsə 1-2 çıxılacaq, hasil, qismət. Bunları artıq özünüz bilirsiniz. İndi ikili hissəyə baxırıq. Deməli, 2 ilə A-nın cəmini bura qədər əvvəl oxuyuruq və mötərizəyə alırıq, sonra hasili, yəni 3-ə vururuq. Yenə 3 ilə B-nin fərqinin bura qədər mötərizəyə alırıq, sonra 2-yə vururuq. C və 4-ün cəmi mötərizəyə alırıq, sonra 3-ə bölürük. İndi burada diqqət olan hissəyə də baxırıq. Önəmli bir məqamdır şahidçilər. Məsələn, deyir vuruqlardan biri və ya birincisi dəyişən olarsa adətən vurma işarəsi yazılmır. 3 vur n ya da n vur 3. Biz bunu 3n formasında yaza bilirik. Yəni bu formada görəndə bu 3 üstə gəlsin n deyil ha. Bu 3n demək ortada nədir? Vurma işarəsidir. Eyni çalışmalara baxırıq. Verilmiş ifadələri deyir oxuyun. Yazmaq ehtiyac yoxluğuna görə. Deməli, x ilə 2,5-in fərqinin 7 hasili. Əvvəl mötərizənin içini oxuyuruq. Sonra isə 7-yə vururuq. Sonra y ilə 5-in c ilə fərqinin cəmi. Belə də deyə bilərsiniz, yerlərini də dəyişə bilərsiniz. 5-in c ilə fərqinin, 5 və c-nin fərqini də deyə bilərik. 5 və c-nin fərqi ilə y-in cəmi. Sonra a və 3-də 2-nin cəminin və yaxud da cəmi ilə 5-in qisməti. Sonra 3,4 və m-in fərqi ilə 4 və 3-ün cəminin hasili. Keçirik ikinci çalışmaya. Riyazi ifadə şəklində yazın. M ədədinin 5 misli, yəni 5-ə vururuq, ilə 8-in cəmi. Deməli, biz əvvəl m-i vururuq 5-ə, sonra da üzərinə 8 gəlirik. Bunu da artıq biz bilirik ki, 5m formasında yaza bilərik. A və 3 ədədlərinin fərqi ilə 2-nin qisməti. Yəni, A-dan 3 çıxırıq, sonra biz onu bölürük 2-yə. C-yə baxırıq, n və 4 ədədlərinin cəmi ilə. Bura qədər oxuduqsa, bir toplayaq mötərizədə. 4-də 1-ə olan hasili. X və 7 ədədlərinin cəminin. Bura qədər gələk. X üstə gəl 7. 8 və 5 ədədlərinin fərqinə. 8 və 5 ədədlərinin fərqinə. Yəni, çıx yazırıq. Şərhlər bunu da sadələşdirsək. Deməli, x üstə 7 gəlirik. 8-dən 5 çıxırıq 3. Yazırıq x üstə gəl 7. Çıxılsın 3. Bu da 7-dən də çıxanda 4 edir. Yəni, x üstə gəlsin 4 formasını alır. A-nın kvadratı ilə, artıq A-nın kvadratının belə yazıldığını bilirik. Yəni, A vurulsun A ilə 4-ün kvadratının cəmi. 4-ün kvadratı da 16 eləyir.
Bu da cəm. Bu formada yaza bilirik. Öyrənmə hissəsinə baxırıq. Müxtəlif situasiyalara uyğun riyazi ifadələrin yazılması. Dəyişənin olan ifadələrdən əsasən eyni tipli situasiyalarla bağlı məsələ həllərindən istifadə olunur. Məsələn, içində kütləsi 2 kiloqram olan konfet paketləri yerləşən qutunun ümumi kütləsi. Deməli, burada qutu verilir. Bu qutunun ümumi kütləsini də görürük ki, nə qədərdir? 14,3 kiloqramdır. Və qutudan eyni sayda paket çıxır. Baxın, bu rənglənən hissə var, daha tünd rənglənən. Bu çıxarılan paketdir, bu ümumi qutudan. Bu qədər paket çıxarsa və bunu hansı riyazi ifadə ilə yazmaq olar? Bu çıxdı və kütləsi nə qədərdir? 2 kiloqramdır. N sayda çıxırsa artıq 2-yi N-ə vururuq. 14,3-dən də çıxırıq. Burada yəqin ki yazılıb. 14,3 çıxılsın 2N. İndi şərhlər. Suallara baxaq vaxt itirmədən. Deməli, suallara uyğun dəyişən olan ifadələr yazın. Dəyişənin verilmiş qiymətini, ifadənin qiymətini hesablayın. Alınan nəticəni də izah edin deyir. Baxırıq. Piyadanın sürəti saatda A kilometrdir. Atlının sürəti piyadanın sürətindən 3 dəfə çoxdur. Deməli, piyadada A kilometrdir. Atlıda isə nə qədərdir? Bundan 3 dəfə çoxdur. Yəni, 3 vurulsun A ya da 3A kimi yazırıq. Atlının sürəti nə qədərdir? Bu bizim oldu atlımızın sürəti. Yəni, atlının sürəti 3A kilometrdir deyirik. A-ya 4 verəndə də atlının sürəti nə qədər olur? Yəni, 3 vurulsun 4 bərabərdir 12 kilometr. D variantına baxırıq. Aynur fikrində C ədədini tutdu. Bu ədəddən 2 çıxıb alınan fərqi 3-ə böldükdə Səbinənin fikrində tutduğu ədəd alınır. Səbinə fikrində hansı ədədi tutub? Deməli, Aynurun fikrindəki ədəd C-dir. Bu B variantı yazıram, qarışdırmayaq, C-dir. Bu ədəddən 2 çıxıb alınan fərqi, yəni C çıxılsın 2 fərqini 3'ə bölür. Və bu Səbinənin fikrində tutduğu ədəd alınır. Yəni, Səbinənin fikrində tutduğu ədəd C çıxılsın 2 bölünsün 3'dür. Deməli, Səbinə fikrində hansı ədədi tutub? Əgər C 17 olarsa, Səbinənin fikrində tutduğu ədəd tapın. Onda biz nə edirik? Şərtlər C-nin yerinə 17 qoyuruq. Yəni, 17 çıxılsın 2 bölünsün 3 bərabərdir. 15 bölünsün 3 bərabərdir 5. Səbinənin fikrində tutduğu ədəd hansı ədəd olur? 5 ədədi olur. C variantına baxırıq. Yeşikdə N kiloqram alma var. Səbətdəki almaların kütləsi yeşikdəki almaların kütləsindən 4 dəfə azdır. Deməli, yeşikdə N kiloqramdır. Bu yeşikdə. Səbətdə nə qədərdir? Səbətdə 4 dəfə azdır. Yəni, N-dən 4 dəfə az demək, N-i 4-ə bölmək deməkdir. Səbətdə nə qədər alma var? Səbətdə N bölünsün 4 və yaxud da kəsr formasında yazsaq, 4-də N kiloqram alma var deyirik. N də 28 olsa, gətiririk N-in yerinə biz 28 qoyuruq, alırıq 7. Səbətdəki almanın kütləsi də onda olur nə qədər? 7. Dəyişən olan ifadələr yazmaqla məsələləri həll edin. 4-cü məsələyə baxırıq. Turist düşərgəsində 8 ədəd 3 nəfərlik B sayda 4 nəfərlik çadır quruldu. Birinizdə fikir verin, deyir 8 ədəd. 3 nəfərlik, ikincide nə qədər olduğunu demir. B sayda deyir 4 nəfərlik. Bu çadırlarda neçə nəfərin yerləşdiyini necə hesablamaq olar? Əvvəla şərtlər 8-i vurarıq 3-ə, üstə gələrik. Biz B-nin bilmirik də nə qədər olduğunu. Yazırıq elə B vurulsun 4 nəfərlik 4. Yəni biz onu sadələşdirəndə 24 üstə gəlinsin. 4B kimi də yazırıq. B 6 olduqda çadırlarda yerləşən ümumi say nə qədərdir? Və bura bərabərdir. B-nin yerinə 6 qoyuruq. Yəni 24 üstə gəlsin. 4 vurulsun. 6 bərabərdir. 24 üstə gəlsin. 24 bərabərdir 48. Ümumi deməli 48 ədəd çadır sayı olur. 5-ciyə baxırıq. Şəkildə kvadrat və düzbucaqdan ibarət mürəkkəb fiqur verilir. Verilən fiqurların sahəsi x ilə ifadə edin. Deməli, bura nə qədərdir? Baxın, buradan bu hissə x-dir. Bu kvadratdır, elə deyilmi? Onda burada 5-dir. Burada 5-dir. Bura nə qədər olacaq? Bura, bu hissəsi x düşübsə,
Deməli bu hissə, yəni ümumi 5-dir də, 5. 5-in bu hissəsi x-dirsə, bu hissəsi 5 çıxılsın x. Tutaq ki, bura 2 olsaydı, yəni burada da deyil. Bura 2-dirsə, onda bura 3 olacaqdı. Elə deyilmi? Bura 2-dirsə 5-dən 2 çıxaraq 3 ala bilirik. İndi şəkildə kvadrat və düzbucaqlı nə var? Sahəsini hesablayın. Deməli, kvadratın sahəsi hər tərəfi 5-dən olsun. 1, 2, burada 5 isə, burada da 5 isə, s bərabərdir 5-in kvadratı 25. Amma biz buranı hələ ki bilmirik. Yəni, x2 olduğunu bilmədən necə hesablayacaq? A vurulsun B. Yəni, x-i vururuq 6-ya. Düzbucaqlının enini uzuna vururuq 6x eləyir. Və deyir ki, əgər x2 olduqda fiqurun sahəsini tapın. Yəni, o bərabərdir 6 vurulsun 2, bərabərdir 12 santimetrin kvadratı. B variantına baxırıq. Daha doğrusu 6-cı suala baxırıq. Bir məntəqədən eyni vaxtda 2 maşın əks istiqamətdə yola düşdü. Bir məntəqədən eyni vaxtda 2 maşın. Maşınlardan biri 40 km, saatda 40 km, o biri isə saatda A km sürətlə hərəkət etdi. 2 saatdan sonra onlar arasındakı məsafə nə qədərdir? Biz əvvəla bilirik ki, S bərabərdir. Deməli, sürət vurulsun, V vurulsun zaman. Elə deyil. Birincinin, yəni S nədir? Gedilən yol. Birinci maşın nə qədər gedib? Yəni, əks istiqamətdə gedir də. Budur. Biri belə gedir, eyni məntəqədən. Bu istiqamətdə, biri də bu istiqamətdə gedir. Deməli, ya da belə götürə də bilərik. Əks istiqamət belə də gedə bilərlər. Deməli, 2 saatdan sonra birinci maşın sürəti 40 km/saatsa 2 saatdan sonra yazırıq. Birinci maşın M1 bərabərdir. Sürət vurulsun saat 40 vurulsun 2 bərabərdir 80. Birinci deməli 80 km yol gedib. İkinci nə qədər gedib? İkinci maşında A kilometrdir. 2 saatdan sonra, yəni A-nı vururuq 2-yə yazırıq 2A kilometr. Yəni bu qədər yol gedib. Və deyir ki, 2 saatdan sonra onlar arasındakı məsafə nə qədər olar? Deməli, bildik ki, birincisi 80 km gedib, ikincisi 2A kilometr gedib. Və şərhlər bir məntəqədən getdiyi üçün biz birinci çəkdiyimiz çertiyoj deyək də, xətt deyək, bunu götürük. Bu bir məntəqə idi. Əks istiqamətdə biri belə gedib, biri belə gedib. Biri 80 km gedib, biri 2A kilometr gedib. Aradakı məsafə nə qədər olacaq onda? 80 üstəgəlsin 2A. Əgər 2 məntəqədən qarşı-qarşıya desəydi, bu formada götürərdik. Ancaq bir məntəqədən dediyi üçün deməli, bu oxları götürək, belə yazacaq. Bura bir məntəqədir, bura 80 gedib, bura 2A gedib. Hesablayanda nə alırıq? 80 ilə 2A-nı toplayırıq. A 50 olsa, onda 80 üstə gəlsin. 2A-nın yerinə 2 vurulsun 50 yazırıq. Yəni A-nın yerinə 50 yazırıq. O da 80 üstə gəlsin 100. O da bərabərdir 180. 7-ci məsələyə baxırıq. Samir hər birində qiyməti 0,45 manat olan N dənə qələm aldı və kassaya 10 manat verdi. Ona qaytarılan pulu tapmaq üçün hansı riyazi ifadə yazmaq lazımdır? Şərhlər belə düşünün. Bir qələmin qiyməti 20 qəpikdir və siz 5 dənə qələm alırsınız. Nə edirsiniz? 20-ni vurursunuz 5-ə. Belə situasiyada biz nə edirik? 0,45-i vururuq N-ə. Elə deyil. Və siz indi əvvəl birinci qurduğumuz məsələyə qayıdaq. Siz 5 manat verirsiniz satıcıya. Onda nə edirsiniz? 5-dən 1 manata çıxarırsınız ki, satıcı sizə 4 manat versin. Bu da N-ə. Deməli, 10 manatdan çıxırıq, 0,45 vurulsun N. İndi deyir ki, əgər N6 olarsa, olduqda Samirə nə qədər pul qaytarırlar? Deməli, biz N-in yerinə 6 qoyuruq. 10 vurulsun, 10 çıxılsın. 0,45 vurulsun 6 bərabərdir. 10 çıxılsın. 0,45-i də 6-ya vuranda deməli 5, 6, 0, 3 yadda, 7, 2 yadda, 6 və 0, 0, 2 də yadda, 2. Deməli 2 manat 70 qəpik. 2 tam yüzdə
70 manat deyək. O zaman da ondan da 2.70 çıxanda da edir deməli 7 manat 30 qəpik. Yəni 7 tam %30 manat edəcək. İndi 8-ci məsələyə baxırıq. Suallara uyğun dəyişən olan ifadələr yazın. Səbinənin 5 yaşı var. Qardaşı Səbinədən 5 yaş kiçikdir. Qardaşın neçə yaşı var? Deməli, şərtlər. Məsələn, sənin 10 yaşın var, bacın səndən 5 yaş kiçiksə, biz ondan 5 çıxırıq. Onda biz B-dən 5 çıxacaq ki, qardaşının yaşını tapaq. Atası Səbinədən 24 yaş böyükdür. Səbinənin atasının neçə yaşı var? Səbinənin özünün B yaşı var. Atası ondan 24 yaş böyükdür. Onda Səbinənin B üstəgəl 24 yaşı var. Anasının yaşı Səbinənin yaşının 3 mislindən 1 vay çoxdur. Səbinənin neçə yaşı var idi? B. B-nin 3 misli B vurulsun 3'dür. Onda üzərinə 1 gəldik. Deməli, Səbinənin anasının neçə yaşı var? 3B plus 1 yaşı var. Səbinənin 11 yaşı olarsa, atasının, anasının, qardaşının neçə yaşı var? Qardaşından başlayırıq. Deməli, bizim B-miz 11 imiş. Yəni, buraya yazırıq. B bərabərdir 11. Onda 11 çıxılsın. 5 bərabərdir 6. Deməli, qardaşının 6 yaşı oldu. 5 üstəgəlsin 24 atasının yaşı idi. Yəni, 11 üstəgəlsin 24 bərabərdir 35. Onda atasının oldu 35. Anasının yaşına baxırıq. Anası da 3B üstəgəl 1 idi, elə deyilmi? Onda 3 vurulsun 11 üstəgəlsin 1 bərabərdir 34. Anasının da oldu 34 yaş. 9-cu suala baxırıq. İfadəyə uyğun məsələ qurun və həll edin. Deməli, necə ifadə qura bilərik? Birincidə 3'ü enə vurublar, üstə 2 gəliblər. Məsələn, yuxarıdakı məsələlərdən də yola çıxaraq, onlara baxaraq da məsələ qura bilərik. Özümüzdən də tam fərqli məsələ qura bilərik. Gəlin, elə yuxarıdakı məsələlərə oxşar bir məsələ quraq. Tutaq ki, Səbinənin yox olsun Aytənin. Aytənin en yaşı var. En yaşı var. Bir dəqiqə şərtlər. O biri səhifəni açım. Burada verək donur. Deməli, buradan yazaq. Deməli, Aytənin neçə yaşı var? Aytənin en yaşı var. Qardaşının yaşı Aytənin yaşının 3 mislindən 2 vahid çoxdur. Və bunu biz necə yazaq sonra? Aytənin qardaşının neçə yaşı var? Belə yaza bilərik bu formada. Növbətini fərqli formada düşünün şərhlər. Deməli, Aytənin qardaşının, inşallah ki, xəttimi başa düşürsünüz. Qardaşının neçə yaşı var? Və belə olanda en yaş varsa, həqiqətən enin 3 misli. Yəni, biz yazanda belə yazırıq. 3 vurulsun en, üstəgəlsin 2 qardaşının yaşını göstərir məsələdə. Növbəti B variantına baxıram. Siz ekranı donduraraq götürə bilərsiniz məsələni. B variantı. Deməli, bu ifadəyə uyğun məsələ qurmalıyıq. Məsələn, tutaq ki, mənim C sayda almam var. Olsun belə. Mənim C sayda almam var. Mənim, tutaq ki, qardaşımın alması mənim almamdan bir vahid azdır. Filankəsin alması isə
qardaşımda olan almadan 2 dəfə azdır. Belə bir şey yaza bilərik. İndi biz bunu cümlə halına, yəni normal qrammatik əsaslara uyğun cümlə halına salaq. Hər hansı bir şəxs olsun. Məsələn, Leylanın C sayda alması var. Samir'in almalarının sayı Leyla'nın almalarının sayından bir vahid ilə bir dəsində bir vahid azdır. Tutaq ki, Gülərin almalarının sayı isə Samir'in almalarının sayından 2 dəfə, vahid demirəm arkadaşlar, bu dəfə dəfə deyirəm. Dəfə azdır. Gülərin neçə alması var? Gülərin yazıram, yerləşmə o tərəfə vergül sual qoyuram. Yəni yazarsınız Gülərin neçə alması var. Sonra C variantına baxaq. Neçə məsələdir burada? Hə, 4 dənə məsələ qurmalıyıq. Deməli C-də ifadəmiz belədir. 2 vurulsun K plus 5. Belə deyək, məsələn, Anarın 50 manat pulu var. Nənəsi ona 5 manat pul verdi. Akifin isə pulu, məsələn, onun pulundan 2 qat çoxdur. İndi adları unuda bilərəm, başlayaq məsələmizdən. Tutaq ki, Anarın biraz çox oldu 50 manat, gəl bunu 10 manat eləyək. 10 manat pulu vardı. Nənəsi, uşaqlar 10 manatı niyə yeyirik biz? Bunu dəyişənə özümüzdən qiymət verməyək. Əslində mən ona dəyişənə qiymət verəndə cavab alınacaq. Gəl bunu ilə n eləyək. Heç özüm də bilmirəm niyə yerinə qiymət qoydum, n olsun. Deməli, Anarın n manat pulu vardı. Nənəsi, adətən nənələr verir də uşaqlara pul daha çox. Nənəsi ona 5 manat verdi. Nə olsun? Anarın bacısı olsun da. Bacılarda daha çox pul olur. Anarın deməli bacısında isə Anarın bacısında isə və ya da Anarın bacısının isə Anarın pulundan 2 dəfə çox pul var. Bir dənə buranı silim. Cümləmiz qrammatik cəhətdən doğru olsun da. Bacısının isə çox getməyək, dəftərinizə də az yazın sizdə. Bacısının isə bacısının pulunun miqdarı isə onun üçündən 2 dəfə çox olarsa bacısının nə qədər pulu var. Yəni görürük ki, həqiqətən Anarın 10 manat pulu var, nənəsi ona 5 manat verdi. Ya K eləyək də bunu K. Burada K'ya verilir. K manat pulu var, nənəsi ona 5 manat verdi. K plus 5. Bacısının pulunun miqdarı isə onun üçün 2 dəfə çox idi. Sonra da onu 2-yə vururuq. Sonra şarjlar.
D-ni necə tapaq? Birdən burası. Deməli, 4 yeşikdə m ədəd və yaxud da m kiloqram alma var. 5-ci yeşikdə isə almaların miqdarı 4-cü yeşikdən 1 vahid azdır. Yazaq, şurada necə alınır? D variantı 4m çıxıq 5. İndi yazırıq 4 yeşikdə m kiloqram alma var. Deməli, ümumi 4m'dir də. 5-ci yeşikdə ya da 5 yeşik yazaq. 5 yeşikdə isə elə 4 yeşikdə bu qədərdir. 5-ci yeşikdə olar. 5-ci yeşikdə isə 4 yeşikdə 4 yeşikdə olan almanın kütləsindən bir vahid ya da bir ədəd yazın. Vahid çünki ədəd 1-ə bərabər bir ədəd az alma olarsa 5-ci yeşikdə nə qədər alma olar? 5-ci yeşikdə demək 4 yeşikdə m kiloqram alma var. 5-ci yeşikdə isə 4 yeşikdə olan almanın kütləsindən bir ədəd az alma var. Yəni 4 yeşikdə deməli m kiloqram alma varsa 4 yeşikdə bu ümumi 4 yeşikdə 4m alma olduğunu göstərir. 5-ci yeşikdə isə 4 yeşikdə olan almanın kütləsinə, yəni 4m-dən bir ədəd az alma varsa çıxılsın 1. Belə məsələlər qura bilərsiniz, daha yaxşılarını qura bilərsiniz, amma daha pislərini qurmayın. Deməli, şərhçilər, bura qədər izlədinizsə kanalıma abunə olaraq dəstək verə bilərsiniz. Sağ olun, salamat qalın.